Soruşursan ki, bir xəstəni ziyarət etdikdə və yaxud da bir yerə qonaq getdikdə gül alıb aparmaq olarmı? Ümumən gül alıb aparmaq xəstə ziyarətində alimlər bu barədə ixtilaf ediblər. Bir qrup alimlər deyibdi ki, bəli, alıb apara bilərsən, burada qəsdin sənin kafirlərə oxşamamaq olmalıdır. Neynəməlisən? Onu aldıqda yaxşı ətirli bir, iyi verən bir gül olsun və xəstəni ziyarət edərkən onu ala bilərsən. Qəsdin burada o gül şəfa verir. Bir də o necə qərbdə bu fikir, niyyət var ki, yəni gül alıb aparanda sanki bu gül səbəb olur insanın xəstənin şəfa tapmasına və yaxud da ki, o əməl özü belə şəfa verir. Beləncə bu olmaz, yəni belə etmək olmaz. Amma adi hədiyyə almaq bu İbn Hüseymin də görür ki, eləmək olar. Amma başqa alimlər isə bunun haram və yaxud da necə deyim, bunu haram və yaxud da məkruh olduğunu bildirir. Çünki əsl olaraq məmənin kökü qərbdən gəldiyi üçün. Bəli, gələcək Allah bilir.